Qafqaz Albaniyasının maddi mədəni irsinin tədqiqi Azərbaycan arxeologiyasında xüsusi aktuallığa malikdir. Arxeologiya və Antropologiya İnstitutunun Gədəbəy rayonunun Xarxar nekropolunda aparılan arxeoloji qazıntılar zamanı həmin dövrə aid mühüm tarixi faktlar aşkar olunub. Təxminən 1 hektardan artıq ərazini əhatə edən nekropolda ilkin müşahidələr zamanı 560-a yaxın qəbir abidəsi qeydə alınıb. Xarxar nekropolundakı baş və sinə daşları təxminən 2,5 metr, 3 metr uzunluğunda 50-80 santimetr qalınlığında olub. Qəbir daşlarının ağırlıqları isə 200-300 kiloqramdan 1 tona qədərdir. Bu qəbristanlıq ümumiyyətlə Qafqaz Albaniyasının maddi mədəniyyət tarixini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qəbirlər gördüyünüz kimi iri qaya daşlarından, sal qaya daşlarından qurulmuşdur struktur baxımından və bu da çox güman ki, relyef xüsusiyyəti ilə sıx bağlıdır. Alban xaç daşları memarlıq, incəsənət və dini simbolikanın mühüm nümunələri hesab olunur. Bu xaç işarələri qazma üsulu ilə həkk olunub və onların da ətrafında bu cür kiçik, primitiv xaç işarələri vardır. Biz bunları yaxşı bilinmədiklərinə görə təbaşirlə üzərindən çəkirik, sonra onları qrafik üsulla təsvir edirik. Ərazidə nekropol olduğuna görə bu xaç daşlar bütünlükdə qəbirlərin üzərində həkk olunmuşlar. Qəbirstanlıqda rast gəlinən qəbirlər çox sıx salınmışdır. Bu onu dəlalət edir ki, yaxın arealda, yaxın ərazidə ola bilsin ki, nekropolda bir qədər aralıda həmin dövrə aid Albanların yaşayış yerləri olmuşdur və burada kompakt yaşayış mövcud olmuşdur. Qəbirlərin quruluşu, dəfn adətləri və insan qalıqları üzərində aparılan antropoloji tədqiqatlar yeni elmi nəticələr ortaya qoyur. Araşdırmalar zamanı boyu təxminən 2 metrə çatan skeletlərin aşkarlanması da mütəxəssislərin diqqətini cəlb edib. Qədim Albanlarda dəfn etmə adətləri adətən torpaq və küf qəbirlərində dəfn etmə adəti olmuşdur. Bu zaman deməli torpaq qəbirlərində çala qazılaraq mərhum kameraya yerləşdirib üstünü torpaqla örtürdülər. Küp qəbirlərində isə təsərrüfat küplərindən istifadə olunurdu. Mərhumları təsərrüfat küpü içərisinə qoyurdular və ətrafına avadanlıq düzüldülər. Avadanlıq iri küplərdən ibarət idi, saxsı qablardan. Küpün içərisində mərhum ətrafına bəzək əşyaları, kiçik qablar və bəzək silahlar da qoyurdular. İlkin nəticələr göstərir ki, nekropoldakı dəfinlərin bir qismi xristianlıqdan əvvəlki, əksəriyyəti isə xristianlığın qəbulundan sonraki dövrə aiddir. Arxeoloji tədqiqatların avqustun 20-sinədək davam etdirilməsi planlaşdırılır. Alməmməd Nəbiyev, Nərgiz Orucova, Elmar Qasımov, Vüsal Məmmədzadə, ASTV Xəbər.